Çəkilişlərdə mənim üçün ən çətin olan məqamlardan biri arxa fon görüntüsünün düzəldilməsidir. O qədər də möhtəşəm bir görüntü yarada bilmirəm, bilirəm. İndi də arxa fon tamamilə boş idi. Həmçinin divar kağızının belə naxışda olması məni narahat edir. Amma yenə də düşünürəm ki, bu mənim çəkilişlərimə mane olmamalıdır. Bura bir kukla da əlavə etmək istəyirəm. Qeyri-ciddi bir görüntü versə belə, amma yenə də arxa fon boş görünməkdənsə nəsə burada bir şeyin olması məncə daha maraqlı olar. Bugün vacib bir mövzu haqqında danışacağım. Həmişə olduğu kimi məni düşündürən, həmçinin öz həyatımda da fərqindəlik qazandığım, təcrübəmdə də müşahidə etdiyim məqamları sizinlə bölüşəcəm. Hansı ki, bunlar bizim normal qəbul etdiyimiz, hətta bəzi insanların özünün güclü tərəfləri kimi gördüyü xüsusiyyətlərdir ki, bu xüsusiyyətlər əslində uşaqlıq dövründən qalan və bizim həyat keyfiyyətimizə mənfi təsir göstərən dırnaqarası travmatik bir xüsusiyyətlərdir. Gəlin görək o xüsusiyyətlər hansılardır və biz bu xüsusiyyətlərin öhdəsinə gəlmək üçün nələr edə bilərik. Birinci xüsusiyyət həddindən artıq digər insanlara möhtac olmamaq hissi və davranışı. Əslində bunu mən də yaşamışam vaxtilə. Düzdür, insana müəyyən qədər fərqindəlik qazandırır, müəyyən qədər onun uğur qazanmasına da köməklik göstərir, amma bir müddətdən sonra bu insanda yorğunluq, depressiya, nevrosteniya və digər xüsusiyyətlərin yaranmasını gətirib çıxarır. Həddindən artıq şəkildə insanın digər insanlardan qeyri-aslı vəziyyətdə olması insana nə kimi zərərlər verir? Bunun uşaqlıq dövründə yaranması mexanizmi əsasən bu şəkildə olur. Əgər bir uşaq ailəsindən nəsə bir köməklik istəyibsə və ailəsi bu köməkliyi ona təmənnalı şəkildə veribsə, misal üçün sən kitab oxusan sənə filan şeyi edəcəm, sən filan şeyi etsən onun əvəzinə mən bunu eləyəcəm və yaxud da öz sevgisini hansısa bir təmənna əsasında veribsə, uşaq hansısa bir dəstək istəyəndə bunun əvəzində uşaqdan nəsə tələb olunubsa, burada artıq uşağın düşüncəsində bu fikir formalaşır ki, mən kimdənsə dəstək almamalıyam, mən dəstək alanda mütləq şəkildə bunun mənə zərərli olan tərəfləri meydana çıxır. Və bu baxımdan da başlayır digər insanlardan qeyri-aslı vəziyyətdə olmağı, digər insanlardan köməklik almağın, kömək istəməyin zəiflik olduğunu öz-özlüyündə təyin edir. Mən heç kimə möhtac deyiləm. Mən özüm özümə yetərəm. Başqalarının mənə köməyi lazım deyil. Mən tək azadam. Təklik mənim üçün daha yaxşıdır. Heç kimə möhtac olmaq istəmirəm. Həyatda ən böyük arzum azad olmaqdır kimi fikirlər olur bu insanlarda əsasən. Bəs bunun uşaqlıq mexanizmi necə formalaşır? Daha doğrusu bu mexanizm uşaqlıqda necə formalaşır? Əgər bir uşaq təmənnalı bir şəkildə sevilirsə, nəyinsə əvəzində ona nəsə verilirsə, tutaq ki, sən dərs oxusan, mən sənə bunu edəcəm. Sən dərs oxumalısan. Uşaq belə düşünür ki, mən dərs oxumasam mən sevgiyə layiq deyiləm. Və yaxud da uşaq hansısa valideynin hansısa bir köməyi, dəstəyi istəyirsə, orada valideyn bunu təmənnalı şəkildə edirsə, öz narazılığını ifadə edirsə, artıq o uşağın təfəkküründə belə bir düşüncə yaranır ki, mənim kimdənsə kömək istəməyim mənim zəifliyimdir. Mən bunu etməməliyəm. Heç kim mənə kömək etməyə məcbur deyil. Atam, anam belə mənə kömək etməyə məcbur deyil. Və yaxud da mən sevgi istəsəm, başqasından dəstək istəsəm, bunun əvəzində mütləq şəkildə nəsə etməliyəm. Bu kimi düşüncələr formalaşır və nəticədə insan digər insanlardan kiçik belə olsa köməyi özündən əsirgəyir. Və mənim şəxsi həyatımda da belə bir şeylər baş verib. Mən yeniyetməlik dövründə, həmçinin universitet illərində digər insanlardan kömək istəmirdim. Misal üçün tələbəlik illərində imtahanda çətinlik çəkəndə, əgər kimsə imtahanla bağlı materialları var idisə, məndən köməklik istəyirdim. Mən digər tələbə yoldaşlarıma köməklik göstərirdim, amma halbuki özümün də nəyəsə ehtiyacım olurdu və onu digər insanlardan istəməyə çəkinirdim. Elə bilirdim ki, kimsə mənə yaxşılıq etsə, mən bunun əvəzində onun 10 qatını ona qaytarmalıyam. Və yaxud da kimdənsə dəstək istəsəm, o mənə əsəbləşə bilər, o mənə belə deyim də arxamca söz deyə bilər ki, bu qız da zəifdir, məndən kömək istəyir. Elə bilirdim ki, kömək istəmək nəsə zəiflik əlamətidir və yaxud da biz digər insanlardan kömək istəyə bilmərik. Bu normal bir şey deyil. Zamanla başa düşdüm və anladım ki, əslində insan digər insanlara möhtacdır və bir insanın biz kömək istəyən zaman narazılıq etməsi bizlə bağlı olan bir problem deyil. O insanın öz şəxsi problemindən bağlı ola bilər. Əslində bir şeyin fərqinə vardım ki, bu insanların daxilində digər insanlardan kömək istəmək kimi bir ehtiyac olur. Yəni başqaları da mənə dəstək olsun, mənə zaman ayırsın. Bu kimi ehtiyac olur. O ehtiyacı dırnaqarası bastırdığına görə insan bunu həddindən artıq ehtiyatsızlıq şəkildə xaricə yansıdır. Və bu kimi xüsusiyyətin insanın həyat keyfiyyətinə necə mənfi təsirləri olur? Biraz da bu haqda məlumat verim.
Əslində digər insanlardan ehtiyatsız şəkildə görünmək, daim güclü şəkildə görünmək zamanla insanda nevrosteniya, depressiya, əhval-ruhiyyə dəyişkənlikləri, hər şeyə tez reaksiya vermək, insanlardan nifrət etmək kimi xüsusiyyətləri özündə cəmləşdirə bilər. Buna görə də sizə tövsiyəm olardı ki, öz üzərinizdə bu kimi xüsusiyyətin olduğunu müşahidə edirsinizsə, yavaş-yavaş bunu azaldasınız. Digər insanlardan az da olsa nəsə kiçik bir dəstək alasınız. Yəni başlanğıc olaraq sizə yaxın olan insanlardan kiçik köməklər istəmək sizin üçün faydalı ola bilər. Bilsəniz ki, o sizin köməyinizə yenə rədd cavab verəcək və yaxud da belə el dilində desəm fırladacaq sizin köməyinizi, kömək istəyinizi. Yenə istəyin və razılaşın. Ondan kömək istəyin, fırlatsa belə, yəni bunu ən azından bu addımı atmış olursunuz və o duyğuları müəyyən bir səviyyədə düzənləmiş olursunuz. Bu kuklanı bilmirəm, buradan götürüm yoxsa yox. Biraz qeyri-ciddilik yaradır. Əslində mən sevirəm belə, yəni arxa fonda oyuncaqların olması və yaxud da belə maraqlı uşaqların diqqətini çəkə biləcək vasitələrin olmasına. Bu mənim biraz uşaq ruhlu olmağımla bağlıdır. Bilmirəm, başqa bir səbəbi varsa siz qeyd edə bilərsiniz. Amma insanlar baxıram ki, bəzən qeyri-ciddi qəbul edirlər bunu və sənin uşaq ruhlu olmağını əslində uşaq düşüncədə olmağın kimi qəbul edirlər. Buna təəssüflənirəm, amma yenə də götürmədim. Qalsın, kimsə narazı olsa orada qeyd edə bilər. Digər bir xüsusiyyət ortamda olan hər kəsin əhval-ruhiyyəsini düzəltməyə çalışmaqdır. Qısacası buna fədakarlıq da demək olar. Mənim ətrafımda elə insanlar var hal-hazırda da. Demək, ailə üzvlərinin hər birinin əhval-ruhiyyəsi, psixoloji vəziyyətini düzəltməyə çalışırlar. İş yerinə gedirlər, orada digər insanların əhval-ruhiyyəsini düzəltmək, onları psixoloqa istiqamətləndirmək və yaxud da onlarla fərdi söhbətlər aparmaq, sanki hamıyı düzəltmək onların bir borcudur. Bunu bilərəkdən etmirlər. Əksər hallarda bilməyərəkdən daxili bir ehtiyac kimi özünü göstərir və sanki onlar fədakarlıq etməsə, kimsə düzəltməyə çalışmasa, kimin üçünsə yaxşılıq etməsə, özlərini həyatda lazımsız insan kimi hesab edirlər və bunun da nə yazıq ki, fərqində deyirlər. Belə insanlar adətən xaotik bir ailə mühitindən çıxır. Misal üçün, ata-ana davamlı formada dava edirlərsə, bir-birini tənqid edirlərsə, orada uşaq hansı mövqedə dayana bilər? Birinci növbədə uşaq orada fədakar mövqeyində dayana bilər, hansı ki, o münaqişəni sakitləşdirmək üçün nə edə bilərəm deyə düşünür və bunun istiqamətində addımlar atır. İkinci növbədə uşaq dağıdıcı bir rolda ola bilər, hansı ki, buna zorba, türklərdə zorba rolu gedir, hansı ki, misal üçün, ata-ana dava edirsə, orada dava edən, üstün olan tərəfin rolunu mənimsəyir və özü də davakar olur. Üçüncü isə qurban rolunda olmaqda, hansı ki, qurban rolunda olmaqda insanın daim hər şeydən şikayət etməsi, hamını qınaması, özünü qurban roluna salmasından özünü göstərir. Fədakar rolunda olan bir insan həmişə başlayır insanları qurtarmağa çalışmağa. Qurtarıcı da deyə bilərik buna. Belə sadə dildə desəm daha anlaşıqlı olar. Yəni, hamının əhval-ruhiyyəsini düzəltmək, hamını yaxşılaşdırmağa çalışmaq, hamının işini ön plana salmaq və burada çox təəssüflər olsun ki, özü arxa plana düşür. Hamının əhvalını düzəldir, problemlərini həll edir, amma özü arxa planda qaldığına görə bir müddətdən sonra o da elə bir vəziyyət yaşayır, yəni əhval-ruhiyyəsi aşağı olur, depressiyada olan əlamətlər onun üzərində görünməyə başlayır və yaxud da aqressiya yaranır digər insanlara qarşı. Çünki insan həmişə etdiklərinin qarşılığında nəsə istəyir. İndi mənə burada çıxıb deyə bilərsiniz, yaza bilərsiniz ki, elə bir şey yoxdur, biz Allah xatirinə edirik bəzən. Yenə də biz Allah xatirinə də nəyisə edəndə Allahdan bir gözləntimiz olur. Çünki biz instinktiv olaraq bu şəkildə yaradılmışıq və biz digər insanlara yaxşılıq edəndə, davamlı formada fədakarlıq göstərəndə və bunun qarşılığında heç bir şey almayanda, əksinə hətta qarşılığında zərər də görəndə başlayır bizdə əhval-ruhiyyə dəyişkənlikləri və insanlara qarşı bir nifrət. İnsanlara qarşı yaranmasa belə, əşyalara qarşı, özümüzə qarşı, bizi yaradana qarşı, həyata qarşı və s. bizim nifrətimiz, aqressiyamız yaranır. Bu pasiv şəkildə də özünü göstərə bilər, aktiv şəkildə. Ona görə də əgər siz fədakar bir insansızsa, bunu necə test edə bilərsiniz? Misal üçün, yox demək bacarığınız yoxdur. İnsanları məmnun etməyə çalışırsınız. Kimsə sizə nəsə deyəndə öz işinizi arxa plana atırsınız. Vacib bir işiniz olduqda belə kimsə sizdən nəsə bir şey istəyəndə öz vacib işinizi ikinci plana atırsınızsa, sizin fədakar bir ruhda olmağınız ehtimalı çox yüksəkdir. Və bu da zamanla dediyim problemləri yaradır.
özünüzdə həll etməli olduğunuz məqamlardan biridir və fədakar ruhda olan bir insanı idarə edən əsas duyğu günahkarlıqdır. Yəni özünü sanki onu etməsə günahkar və lazımsız hiss edir. Siz də yavaş-yavaş addımlar atın. Kimsə nəsə istəyirsə sizdən, əgər çox da vacib deyilsə, ona yox deməyi öyrənin. Yəni sadə addımlardan bunu etsəniz, o günahkarlıq hissini özünüzdə tənzimləsəniz ki, bu sadəcə bir duyğudur, mən bunu etməyə haqqım var. Bunu özünüzdə tənzimləsəniz, bir müddətdən sonra o bacarıq sizdə nizamlanacaq. Digər bir problem isə natamamlıq hissidir. Natamamlıq hissindən yaranan natamamlıq davranışlarıdır. Natamamlıq davranışları və natamamlıq hissi nə deməkdir? Gəlin bununla tanış olaq. Əslində bu mövzu haqqında düşünürəm ki, böyük bir video hazırlayaram. Bu bizim cəmiyyətimizdə bir çox insanların əziyyət çəkdiyi problemlərdən biridir. Natamamlıq kompleksi, natamamlıq hissindən dolayı yaranan kompleks. Alfred Adler var, psixoloq. Mənim çox sevdiyim psixoloqlardan biridir. Onun kitablarını sizə tövsiyə edirəm. Alfred Adler. Onun natamamlıq hissi və natamamlıq kompleksi adlı bir termini var və kitablarında daha çox bunlardan bəhs edir. Nə deməkdir bu? Adler düşünür ki, insan natamamlıq hissindən doğulur və həyatda bizim göstərdiyimiz hər bir davranış natamamlıq hissinin doldurulması üzrə qurulub. Misal üçün, mən özümü təhsildə natamam hiss edirəmsə, gedib nəyisə öyrənib o boşluğumu doldururam. Və yaxud da ac hiss edirəm, o boşluğumu doldurmaq üçün yemək yeyirəm. Və yaxud da gəzməyə ehtiyacım yaranır, bir natamamlıq hiss edirəm özümdə, gedib gəzib o ehtiyacımı qarşılayıram. Yəni düşünün, həyatda hər şey bunun üzərində qurulur. Amma bəzən də həmin o natamamlıq hissi natamamlıq kompleksinə çevrilə bilir. Bu da uşaqlıq dövrü ilə bağlıdır. Təbii ki, bizim uşaqlıq yaşantılarımız bura çox ciddi şəkildə təsir göstərir. Və bəzi insanlarda bu natamamlıq hissi kompleksə çevriləndə ya hiperkompensasiya olur, ya da hipokompensasiya. Hiperkompensasiya odur ki, biz o natamamlıq hissini özümüzdə gizlədirik, özümüzü həddindən artıq tam şəkildə göstəririk. Məsələn, bizim günümüzdə narsist dediyimiz insanlar əslində şəxsiyyət pozuntuları istisna natamamlıq kompleksindən əziyyət çəkən insanlardır. Misal üçün, mən deyirəm ki, mən kasıb insanım. Tutaq ki, deyirəm, mən həyatda kasıb insanam. Amma özümü varlı göstərməyə çalışıram. Gedib varlı göstərəcək maşın alıram, varlı göstərəcək nələrdənsə istifadə edirəm ki, məni həyatda insanlar varlı görsün. Və yaxud da əgər mənim daxili boşluğum çoxdursa, mən bunu hiperkompensasiya edib özümü varlı məkanlara aparıram, daxili boşluğumu doldurmaq üçün. Və yaxud da belə demək mümkünsə, bahalı restoranlara gedirəm. Orada yeməklər yeyib şəkillər çəkirəm. Bir çox vlogerlər var. İndi mən hamısını demirəm burada, amma bir çoxları o göstəriş əsaslı yaşayan vlogerlər, göstəriş əsaslı yaşayan insanlar, hər dəfə səhifəsində bir restoranın şəklini qoyub tağ eləyənlər. Onların əksəriyyəti əslində natamamlıq kompleksindən əziyyət çəkən insanlardır. Bu da sizə bir sirr olaraq deyim. Profil şəklində maşın olan, nə bilim, şir olan, belə güclü bir şey göstərməyə çalışan insanlar, öz bədənini reklam edənlər və s. Bunların 99% natamamlıq kompleksindən əziyyət çəkən insanlar olur və onu hiperkompensasiya edirlər. Bir də var hipokompensasiya. Burada da insan özünü natamam hiss edir və boşluğunu doldurmağa çalışır. Məsələn, bunu necə doldurur? Misal üçün, insan özünü savadsız hiss edir, savadsızlığı ilə bağlı bir natamamlıq yaşayır, gedir 50 dənə diplom alır, 50 dənə sertifikat alır, doldurur, yenə özünü yetərsiz hiss edir. Yox, bəs eləmir bu mənə, mən heç nə bilmirəm. Baxın, hipo. Hiperdə insan deyir ki, mən hər şeyi bilirəm, mən hər şeyi yetirəm, mən varlıyım, özünü elə də göstərir. Hipoda isə insan öz natamamlığını qəbul edir və olduğundan daha aşağı qiymətləndirir özünü. Bu natamamlıq, yetərsizlik hissi bizim cəmiyyətimizdə əksər insanlarda müşahidə edirəm bu natamamlıq hissini. Bəziləri bunu təhsildə göstərməyə çalışır, bəziləri öz danışığında, nitqində, bəziləri özünü əks cinsə sübut eləməyə çalışır. Bir çox oğlanlarda və yaxud da qızlarda bunu müşahidə etmək olar. O pis də olsa, pis də çıxsa deyəcəm, amma o fərqli yollara gedən insanlar, hansı ki biz onun adına əxlaqsızlıq deyirik və o insanların da əslində daxili dünyasında boşluğunu tamamlama, o natamamlıq hissini kompensasiya eləmək kimi bir davranış var və bundan dolayı o şəkildə bunu edirlər. Bu da sizə kiçik bir sirr olaraq qalsın. Yəni, natamamlıq hissi həyatınızı nə qədər idarə edir. Və yaxud mən metroda, marşrutda, kassada və s. bunu müşahidə edirəm, insanlara diqqət yetirirəm, üstün olmağa çalışırlar. Kim nəsə dava eləyəndə, bəs sən bilmirsən mən kimin qızıyam, bəs sən bilmirsən mən kiməm, mən kimin oğluyam kimi suallar verməyə başlayırlar. Daha doğrusu suallar yox,
belə fikirlər bildirməyə çalışırlar və yaxud da mənim var anlayışı. Erik Fromun səhv eləmirəmsə var olmaq, insan hər şeyə sahiblənmək istəyir. Yəni məndə filan şey var, mənim ixtisasım var, mənim oğlum var, mənim qızım var, mənim maşınım var və s. Bu var olmaq hissi, hər şeyə sahiblənmək hissi də əslində insanın o boşluq hissindən, o natamamlıq hissindən irəli gəlir və onu doldurmağa çalışır. Əslində bu videonu daha uzun çəkəcəkdim həcm baxımından, amma gördüm ki, videonun dəqiqəsi çoxdur və mən bunu düzənləməyim videonu, həmçinin sizin rahat izləməyiniz üçün bu videonu burada dayandırıram. Növbəti videolarda bəlkə davamını çəkə bilərəm. Hansı davranışlardır ki, o bizdə əslində normal bildiyimiz, amma həyat keyfiyyətinizə mənfi təsir göstərən davranışlardır. Bura qədər izlədiyin üçün təşəkkür edirəm. Videonu bəyənməyi, kanalıma abunə olmağı və video ilə bağlı fikirlərini aşağıda yazmağı unutma. Onu da deyim ki, mənim Instagram hesabıma hələ də keçid etməmisənsə, izləmirsənsə, o hesabımı izləməyini də tövsiyə edirəm. Orada da maraqlı, biraz gülməli, biraz sənin üçün faydalı, ən əsası videolar paylaşıram. Qısa şəkildə, səni yormayacaq şəkildə kanalıma keçid eləyərək Instagram hesabını izləyə bilərsən. Təşəkkür edirəm izlədiyin üçün. Növbəti videolarda görüşərik. Hələlik.